Ne qədər borcu var? Kimin? Şəfqə xalanın. Şəfqə. Neçədən Şəfqə xala tanıyırsan? Teymurun anası. Demək ki, 115 manat 30 köpük. 115 manat 30. 115, 35, 30. 90, 100, 110, 115. 30 qəpiyim var. Yox. 115. Qəpiyi də çıxarsan buradan. Köpük. 70 köpüyə nəsə götür də. Lazım deyil. Ya Ya da qalsın. Götür bunu da. Bundan sonra da nə alsa oradan çıxarsın. Deyirəm, malades sizə uşaqlar. Adam sizə baxanda bilir ki, gələcəyimiz əmin əllərdir. Səndə də olsun da əminlikdən. Məhəlləmizin bir şeydi var, qəpiyinə qədər yazırsan. Qurban olma, elə danışırsan ki. Gör, mənim elə çörəyim o qəpik quruşdan çıxır da. Mən gedib Oftavoydan mal götürəndə konfet kağızı vermirəm, pul verirəm. Bir şəhiddir, Allah rəhmət eləsin, başımızın tacıdır. Bazardır bu, qurban olma. Bazarda da hər şeyin öz qiyməti var. Problem də odur da, hər şeyin öz qiyməti var. Bəzi şeylərə dəyər vermək lazımdır, kişi.